Salam əziz dostlar, bir biabırçılıq haqqında danışmaq istəyirəm. Yəqin ki, sizin də qarşınıza çıxıb. Bir belə deyək, qanun bilməyən, hüquq bilməyən, dövlət saymayan, vətəndaş saymayan bir tikinti şirkəti Yasamal Alatava ərazisində, mən heç bilmirəm o tikinti şirkətinin adı nədir, fəaliyyəti nədir, kimindir, hansı oliqarxındır, hansı məmurundur, hansı öz başına bir biznesmenin də xəbərim də yoxdur. Amma bu nə biabırçılıqdır. İnsanların başına, evlərini başına uçurdurlar. Yəni insanlar evində oturub traktorun çömçəsi girir evə və evi dağıdır. Bu nə biabırçılıqdır, bu nə hüquqsuzluqdur, bu nə qanunsuzluqdur, bu nə rəzalətdir, bura dağ başıdır, bura haradır, bura Azərbaycandır, bura dövlətdir, bura hüquqi dövlətdir, buranın konstitusiyası var, qanunları var, hüququ var, vətəndaşı var. Siz harada yaşayırsınız, nə yeyirsiniz, nə içirsiniz, bu nə öz başınalıqdır. Yəni bu o deməkdir ki, sabah istənilən adamın gələrəm, traktoru diriyərəm, evini başını uçurdaram. Mənim buradan xoşum gəlib, daim də nə bilim vəzifədədir, özümün də pulum var, özüm də MTK rəhbəriyəm, evi başınıza uçurdaram, buradan 16 mərtəbə, 20 mərtəbə, 25 mərtəbə göbələk kimi ev tikib istədiyim baha qiymətə də sizə sataram. Bu nə biabırçı, bu nə rəzalətdir? Hani bu dövlətin hüquq mühafizə orqanları, prokurorluq harada baxır, hüquq mühafizə orqanları hara baxır, Fövqəladə Hallar Nazirliyi hara baxır? Özgə vaxtı iki daşı üst-üstə qoyanda icra hakimiyyətindən gəlirlər, Fövqəladə Hallar Nazirliyindən gəlirlər, Azərsudan gəlirlər, Azərishiqdan gəlirlər. Yəni dövlətin bir qurumu qalmır ki, gəlib deməsin ki, sən burada tikinti edirsən, pəncərənin yönünü dəyişirsən, iki dənə daş üstə qoymusan. Şəhərin mərkəzində vətəndaşların qışqırığı, fəryadı göyə qalxır, heç kimin vecinə deyil. Və traktor elə rahatlıqla dağıdır ki, elə bir arxayınçiliklə dağıdır ki, baxın, burada prokurorluğa səslənirəm mən. Burada mən çaşıb bir söz desəm, haqqımda 3 dənə cinayət işi açarsınız. Çaşıb yolda pişiyin quyruğunu tapdalasam 50 dənə cinayət işi açarsınız. Hara baxırsınız siz? Bu nədir bu? Yəni bu dövlət ancaq pulluların, varlıların, daydayı olanların, oliqarxların mı dövlətidir? Mən o vətəndaşları şəxsən tanımıram, heç mənə müraciət də eləməyiblər. O MTK-nın adını da bilmirəm, kimə məxsusdur onu da bilmirəm. Hansı oliqarxındır, hansı məmurundur, hansı nə bilim təhqir eləmək istəmirəm. Belə olmaz axı. İnsanlar evində oturublar, obyektli evdə, hər nədirsə, evin içində adam ola ev dağıtmaq hansı qanunda var? Laf tutaq ki, sən o evin pulunu vermirsən, tutaq ki, sənindir, hansı ki, sənin də deyil. Sən insanlarla razılaşdırmamış, eləməmiş, sən pul qazanacaqsan deyə insanlar küçələrdə yaşamalıdır. Bu, hara bax, hansı qanunda yazıb ki, insanlar evin içində ola, onların həyat və sağlamlığına təhdid yaradasan, evləri başını uçurdasan. Əgər sənin hüquqi sənədlər səndədirsə, mülkiyyət sənindirsə, polisə müraciət elə, polis gəlsin vətəndaşları evdən çıxartsın, sonra sök. Burada dağ başıdır, kimin qolu güclüdürsə, o zəifi əzməlidir, kimin pulu varsa kasıbı əzməlidir. Belə hüquqsuzluq olmaz. Bura dövlətdir, Azərbaycan Respublikasıdır, heç kimin şəxsi mülkiyyəti deyil bura. Kim olur olsun. Baxın, mən bilmirəm o MTK-nın adı nədir. İndi xəbər portallarında yayılıb, amma MTK-nın adı verilmir. Bu da ikinci bir sualdır ki, niyə MTK-nın adını yazmırsınız? Kimə məxsusdur, niyə yazmırsınız? O xanımların harayı orada sizə heç mi yəni vicdanınıza toxunmur? Hər birimizin başına gələ biləcək hadisələrdir. O xanımlar hər birimizin anamız, bacımız, xalamız qızı, nənəmiz, bibimiz ola bilər. Yəni bu nədir? Bu gün bunlara sava bizə. Mən buradan Respublika prokurorluğuna bir partiya rəhbəri kimi, Azərbaycan Respublikasında fəaliyyət göstərən bir partiya rəhbəri kimi səsləniş edirəm, çağırış edirəm. Dərhal o şəxslər tapılmalıdır, onlar barədə cinayət işi açılmalıdır. Həm MTK-nın rəhbərliyi barədə, həm də o traktorun sükan arxasında oturan fərqi yoxdur. İndi deyəcəklər, onun nə günahı var? Necə nə günahı var? Ona indi orada 5 manat maaş alır deyə, pulsuz, haqsız, hüquqsuz gedib deyəcəklər ki, ged onu dağıdacaq, bunu dağıdacaq. Desin ki, qardaş, sən mənə burada 5 manat maaş versən, mən sənin qanunsuz tapşırıqlarını icra eləmək məcburiyyətində deyiləm. Yəni, bütün Azərbaycanın bu MTK-lar, bu tikinti şirkətləri girov götürüb, qardaş. Bütün Bakını girov götürüblər. İmkanları olsa deyərlər ki, çıxın rədd olun, gedin Bakıdan, biz buradan pul qazanaq. Qardaş, bu Bakı bizimdir, Azərbaycan bizimdir, xalqındır. Pulu qazanırsa halallıqla qazan. Hamınızın burnundan gələcək, balalarınızın burnundan gələcək, ah-nalə ilə tikilən evlər. Ona görə hamınız bax, xəstəxanalardan, balalarınızı özünüz xəstəxanalardan qutarmırsınız. Olmaz belə. Bu nə dağ başıdır bu?
Bura nədir? Burada qanun işləmir, konstitusiya yoxdur, dövlət yoxdur, hüquq yoxdur. Hardadır o belə deyək, sahə müvəkkilləri bir daşı üstə qoyan kimi gələnlər? Hanı Fövqəladə Hallar Nazirliyi? Hardadır? Hara baxırlar? Hanı şəhər salma? Nədir bu vətəndaşlar sahibsiz, yiyəsizdirlər? Mən buradan bir daha xüsusi xidmət orqanlarına, hüquq mühafizə orqanlarına, başda Respublika prokurorluğu olmaqla, Bakı şəhər baş prokurorluğu olmaqla, Daxili İşlər Nazirliyi olmaqla, yeri gəlsə Dövlət Təhlükəsizlik Xidməti olmaqla, Fövqəladə Hallar Nazirliyi olmaqla bu məsələyə hüquqi qiymət verilməlidir. Vətəndaşlar hüquqi dövlətdə yaşadıklarını hiss eləməlidirlər. Vətəndaş bilməlidirlər ki, onun pulunun gücü, qolunun gücü deyil, qanunların gücü, hüququn gücü işləyir. Yəni, əgər biz yox, dövləti, hüququ, qanunu saymırıqsa, onda görə kimə ziyan eləyəcək? Yəni, bu məsələyə də heç kim susmalı deyil. Çünki biz əgər bugün buna susacaqsa, sabah bizim başımıza gələcək. Bu dövlət hamımızındır. Bu dövlətin azadlığı, suverenliyi uğrunda şəhidlər verən ailələrindir. Görək MTK rəhbərlərinin neçəsinin evladı gedib orada şəhid olub. Lap şəhid olmayıb. Qardaş, sən bu nədir? Bu gəlib cəmaatın evini başına necə yıxarsan? Sənə hüququ kim verib? Sən bu gücü hardan almısan? Sən bu arxainçiliyi hardan almısan? Sən kimə güvənirsən? Yəni, belə əsəbi danışdığıma görə üzr istəyirəm, amma valla bu insan dözə bilməz, dözməməli də, dözməyəcəyik də. Biz sona qədər bu məsələnin üzərində duracaq. Əgər Respublika prokurorluğu və aidiyyatı qurumlar aidiyyatı işlər görməsə, biz onlar barədə də aidiyyatı qurumlara şikayətlərimizi yazacağıq. Vətəndaş sahibsiz deyil, vətəndaş yiyəsiz deyil. Bu vətəndaşın sahibi dövlətdir, dövlət, oliqarxlar deyil, para babaları deyil, papanın gül valaları deyil. Təşəkkür edirəm, sağ olun, özünüzdən müğayət olun. Mümkündürsə əgər.